Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlər və müəllim olmağa hazırlaşan miqçilər. Bugün mən sizə Time 2024 dərsliyindən və saatindən 21-ci əsr kompetensiyaları haqqında danışmaq istəyirəm. Nəzərinizə çatdırım ki, kompetensiyalar Time 2024-də dəyişiklik var, yəni əvvəlki dərsliklərdən fərqlidir. Ona görə də məsləhətdir ki, 2024 dərsliyindən oxuyasınız. Ümumiyyətlə, gəlin birinci baxaq görək kompetensiya nədir? 21-ci əsr insanını yetişdirmək üçün müxtəlif fərziyyələr və fikirlər var. Yəni, bu bir qlobal bir müzakirələrə səbəb olmuşdur ki, 21-ci əsr insanı necə olmalıdır? Və nəhayət, Avropa Şurası 2006-cı ildə belə qərar qəbul edir ki, 21-ci əsr insanında 8 əsas kompetensiya mövcud olmalıdır. Gəlin görək kompetensiya nədir? Kompetensiya sözünün hərfi mənası səriştə, amma səriştədən bir qədər daha dərin bir anlayışdır. Kompetensiya özündə bilik, bacarıq, vərdiş, dəyər və keyfiyyəti birləşdirir. Deməli, kompetensiya özündə hər hansı sahə ilə bağlı bilik, bacarıq, vərdiş, keyfiyyət və dəyərləri neyniyir? Birləşdirir. Avropa Şurası belə qərar verir ki, 21-ci əsr insanı, bax, burada ekranda gördüyünüz 8 kompetensiyanın 8-nə də sahib olmalıdır. Birincisi savadlılıq kompetensiyasıdır. Savadlılıq kompetensiyası nədir? Baxın, kitabda çox elmi cümlələrlə yazılıb. Ümumiyyətlə, bu kitab başqa bir dildən tərcümədirmi, nədirsə də kitab cümlələri ilə oxusaz başa düşməyəcəksiniz. Amma mən indi sizə sizin başa düşəcəyiniz sadə dildə izah eləyəcəm. Ümumiyyətlə, gəlin görək savadlılıq kompetensiyası nədir? Və el arasında deyirik ki, filan uşaq çox savadlı deyə. Nəyi deyirik? Elə bir göydə qapır bizim ağzımızdan. Belə bir söz var da müəllimlər arasında. Filan sinifdə filan uşaq var, o qədər savadlıdır. Nəyi deyirsən başa düşür, nəyi deyirsən izah eləyir. Deməli, bu uşaqda nə var? Savadlılıq kompetensiyası var. Yəni, savadlılıq kompetensiyası informasiyanı müxtəlif mənbələrdən eşidərək, görərək, oxuyaraq, araşdıraraq qəbul etməyi bacaran, informasiyanı düzgün qəbul etməyi bacaran, onu təhlil edən, emal edən, ümumiləşdirən, nəticə çıxardan insanda nə var? Savadlılıq kompetensiyası var. Savadlılıq kompetensiyasının əsas lazım olduğu, ona lazım olan bilik, nitq bacarıqlarıdır. Yəni, insan informasiyanı necə qəbul edir? Çoxlu nitq ehtiyatı olanda yaxşı qəbul edir, düzdürmü? Məsələn, şagirdin nitq ehtiyatı, söz ehtiyatı az olanda, söz lüğəti zəif olanda, şagird oxuduğu cümləni başa düşmür. Çünki orada ona çatmayan sözlər olur. Amma söz ehtiyatı nə qədər geniş olarsa, oxuduğu informasiyanı, eşitdiyi informasiyanı, gördüyü informasiyanı daha düzgün qəbul eləyər və daha düzgün nəticələr çıxardar, ümumiləşdirmələr çıxardar. Yəni, savadlılıq kompetensiyası şagirdin informasiya ilə işləmə bacarığıdır. Yəni, informasiya ilə düzgün işləyə bilmə bacarığıdır. İnformasiyanı həm qəbul edə bilir, həm də başqalarına ötürə bilir. Buna deyirik savadlılıq kompetensiyası. İkinci gəlir çox dil bilmək kompetensiyası. Adətən biz el arasında belə bir söz var ki, bir dil artıq bilirsənsə öz dilindən bir addım öndəsən. Yəni, hətta mən ali təhsil alan uşaqlar belə deyib ki, müəllimə, vallahi heç ali təhsilə o qədər də ehtiyac yoxdur. İngilis dilin bil, alman dilin bil, fransız dilin bil, sənə müxtəlif şirkətlərdə, yəni ali təhsilin olmasa da olar, orta təhsilin olsa da olar, amma sənə müxtəlif şirkətlərdə qapılar açıqdır, işlər açıqdır və s. Dil bilmək müasir dövrün, heç Avropa Şurası bunu qəbul etsə də, etməsə də, müasir dövrün ən önəmli məsələlərindən biridir. Bəli, 21-ci əsr insanı əgər istəyirsə ki, həyatda bir şəxsiyyət kimi formalaşa bilsin, özünə bir yer tapa bilsin, mütləqdir ki, öz ana dilindən başqa xarici dillərdə də ünsiyyət qurmağı bacarmalıdır, xarici dilləri də bilməlidir. Bu zaman əsas bacarıqlar nədir? Xarici dildə oxuma bacarıqları, yazma, fikrini ifadə etmə bacarıqları, eyni zamanda burada bir məsələ də var. Öyrəndiyi xarici dilin, yəni ingilis dilini öyrənibsə, ingilis xalqının mədəniyyəti, adət-ənənələri ilə bağlı məlumatlı olmaq. Alman dilini öyrənibsə, Almanın mədəniyyəti, adət-ənənələri ilə bağlı məlumatlı olmaq da çox dil bilmək kompetensiyasının nə idi? Tərkib hissəsidir. Növbəti kompetensiyamız riyazi, elmi və mühəndislik kompetensiyasıdır. Mühəndisliyin yanında texnoloji da işlədilir. Riyazi, elmi, texnoloji və mühəndislik kompetensiyaları belə gedir. Bunların hər birini başqa-başqa izah eləyəcəm. Gəlin birinci riyazidən başlayaq. Nədir riyazi kompetensiya? Riyazi kompetensiya
akademik riyazi biliklərlə ölçülmür. Bəzən müəllimlər elə başa düşür ki, riyazi kompetensiya o deməkdir ki, yəni şagirdin riyazi bacarıqları yüksək olmalıdır. Məsələn, riyaziyyat fənnindən qiyməti 5 olmalıdır, summativ qiyməti və s. Xeyr, riyazi bacarıq bu deyil. Məsələn, mən tarix müəllimiyəm, amma mənim də özümə görə riyazi bacarığım var, amma akademik riyazi savadım yoxdur. Riyazi bacarıq, yəni ki, gündəlik həyatımızda bizə lazım olan riyazi bacarıqdır. Yəni ədədlərlə işləmək, sadə hesablamalar aparmağı bacarmaq, hər hansı marketə gedəndə cibimizə uyğun pula o marketdən bazarlıq eləməyi bacarmaq. Yəni riyazi bacarığımız bizim düz rəqəmlərlə, ədədlərlə bağlı bir məsələdir. Amma bizim belə deyək də sadə riyazi hesablamamızdır. Məsələn, evimizi təmir eləyirik, evimizin həcmini hesablamağı bacarırıq ki, məsələn, bu evə nə qədər, neçə kvadrat aboy lazımdır, neçə kvadrat emulsiya lazımdır. Yəni bu bacarıqlar 21-ci əsr insanın hər birində olmalıdır. Eyni zamanda riyazi bacarıq həm də burada məntiqi təfəkkürdən də söhbət gedir. Həyatda baş verən problemləri məntiqi həll etmə bacarığı, problemləri həll etmə yolunu tapma bacarığı, bunlar da riyazi kompetensiyanın tərkib hissəsidir. Çünki riyazi bacarığı olan insanda həmişə riyazi məntiqi təfəkkür bir yerdə gedir. Biz bunu Gardner nəzəriyyəsində də keçirik ki, məntiqi riyazi zəka eyni yəni insanlarda olur. Yəni riyazi zəkası olan insanda həm də məntiqi bacarıq olur. Yəni o insan həyatda baş verən çətinlikləri məntiqlə ölçə bilir. Yəni artıq rasional düşünməyi bacaran insandır riyazi kompetensiyası olan insan. Növbəti gəlir elmi kompetensiya. Elmi kompetensiya nədir? Həyatda baş verən hadisə və prosesləri əsaslandıra bilmək, elmi cəhətdən əsaslandıra bilmək. Yəni mən həyatda baş verən hadisələri elmi cəhətdən izahını verməyi bacarmalıyam. Məsələn, uşaq gəlir deyir ki, yağış niyə yağır? Az yaşlı bir uşaqdır. Yağış niyə yağır? Valideyn heç təhsili yoxdur, ali təhsili yoxdur, ziyalı da deyil. Amma valideynin elmi kompetensiyası olmalıdır ki, uşağına onu izah eləməyə bacarsın. Və yaxud da zəlzələ nədən baş verir bu? Yəni həyatda baş verən hadisələr, söhbət təkcə təbiət hadisələrindən getmir. Yəni başqa bir hadisələrin elmi cəhətdən əsaslandırılaraq izahını vermə bacarığı nədir? Elmi kompetensiyadır. Bir də var texnoloji mühəndislik kompetensiyası. Texnoloji mühəndislik kompetensiyası isə burada belə deyək də, texnoloji mühəndislik kompetensiyasında artıq insan texnologiyanın yeniliklərini açıqdır, texnologiyanın yeniliklərini bilir və eyni zamanda texnologiyanın yeniliklərindən istifadə edir. Məsəl üçün, bu dəqiqə hal-hazırda mən nə edirəm sizlə? Bu dəqiqə hal-hazırda mən sizlə texnologiyadan istifadə edərək dərs izah edirəm. Bəli, texnologiyadan istifadə edirəm. Telefon vasitəsilə video kadrdan istifadə edirəm, mikrofon vasitəsilə səsimi ötürürəm. Eyni zamanda bu videonu sonra müəyyən sosial şəbəkələrdə paylaşıram. Deməli, mən texnologiyanın yeniliklərini qəbul eləmişəm və ondan istifadə edirəm artıq. Bu elmi və mühəndislik kompetensiyasıdır. Amma bunu, gəlin bu hissədən biraz gedək açıqlamalara, savadlılığı danışdıq. Riyazi elmi və mühəndislikdəyik. Amma bunu müəllimlər rəqəmsal savadlılıqla dəyişik salmayaq. Texnoloji mühəndislik kompetensiyası deyəndə, yəni yeniliklərin, dəyişikliklərin yaradılması üçün bilik və bacarıqların istifadəsindən söhbət gedir. Yəni yenilikləri yaradan kimlərdir? Mühəndislərdir. Texnoloji yenilikləri yaradan kimlərdir? Savadlı insanlardır. Yəni texnoloji kompetensiya o deməkdir ki, insanlar həm texnoloji yeniliklərə açıqdır, həm də texnoloji yeniliklər eləmək üçün nələri var? Bilikləri və bacarıqları var. Əlbəttə ki, burada da yenə də yüksək dərəcədə kompetensiya o deməkdir ki, əgər biz bu 8 kompetensiyanın 8-ini də hansısa bir şagirddən yüksək dərəcədə tələb eləsək, bu mümkün deyil. Bir insan həm riyaziyyatı mükəmməl dərəcədə bilsin, həm bir insan mükəmməl dərəcədə mühəndis olsun. Yəni bu insana həyatında lazım ola biləcək qədər lazımdır bu kompetensiya. Yəni belə deyək də, insan həyatında baş verəcək problemləri aradan qaldırmaq üçün, rastlaşdığı hər hansı bir davranış pozuntusu zamanı oradan konstruktiv həll yolları tapmaq üçün və s. Bu da nədir? Bu da texnoloji və mühəndislik kompetensiyasıdır. Burada da əsas biliklər riyazi biliklərdir, yəni söhbət riyazi kompetensiyadan gedir. Elmidə isə fundamental elmi nəzəriyyələr haqqında məlumatlı olmalıyıq. Texnoloji və mühəndisdə isə elmin, texnologiyanın insan fəaliyyətində təsirini nə etməliyik? Dərk etməliyik.
Növbəti kompetensiyamız gəlir rəqəmsal savadlılıq kompetensiyası. Nədir rəqəmsal savadlılıq kompetensiyası? Baxın, adından bəllidir. Heç bunun başqa bir izaha məncə ehtiyacı yoxdur. Artıq mən telefondan video çəkirəm, bu rəqəmsal kompetensiya deyil. Amma mən deməyək, şagird proqramlaşdırmadan istifadə edir, Word-də testlər hazırlayır, nə bilim, PowerPoint-də gözəl bir slayd yığır və yaxud da bir dənə dizayn eləyir, hər hansı bir kitabın üst qabığını dizayn eləyir. Excel-də bir statistik cədvəl hazırlayır. Bu artıq proqramlaşdırmanın aparılmasıdır. Yəni, rəqəmsal məzmunda proqramlaşdırmadan söhbət gedir. Eyni zamanda kiber təhlükəsizlik. Yəni, kiber təhlükəsizliyi bilən insanlarda da nə var? Rəqəmsal savadlılıq var. Mən deyərdim ki, müasir dövrün elə ən çox tələbi olan nədir? Olan kompetensiyalardan biridir ki, bəli, rəqəmsal texnologiya bu dəqiqə insan həyatında ən önəmli bir sahədir. Eyni zamanda rəqəmsal savadlılıqda bir şey də var. Bir nüansa toxunacağıq. Rəqəmsal kompetensiyası olan insan rəqəmsal texnologiyanın belə deyək, risklərini, nəticələrini, məhdudiyyətini də qəbul etməlidir. Və rəqəmsal alətlərlə səmərəli məşğul olmalıdır. Məsələn, şagird telefonda bütün günü oyun oynayır. Bu uşağın rəqəmsal savadlılığı yoxdur, oyunun asıllığına çevrilir. Rəqəmsal texnologiya, rəqəmsal kompetensiya odur ki, həm rəqəmsal texnologiyanı tətbiq edirsən, həm də onu səmərəli istifadə edirsən. Yəni, sənə lazım olan, sənə həyatda nəsə qazandıracaq nüanslarını istifadə edirsən. Yoxsa oturursan bütün günü asılı hala çevrilib bir oyun oynayırsansa, bu rəqəmsal kompetensiya deyil. Bu əksinə, rəqəmsal kompetensiyanın zəif olduğunu göstərir. Çünki sənə verilən rəqəmsal texnologiyanın səmərəli tərəfləri qalıb bir tərəfdə, qeyri-səmərəsiz tərəfindən istifadə edirsən. Çox təəssüf ki, hal-hazırda müasir gəncliyimizdə bu çox geniş yayılmış bir problemdir. Burada da əsas biliklər nədir? Müxtəlif rəqəmsal texnologiyaların prinsiplərini bilmək, mexanizmlərini bilmək, proqram təminatından məlumatlı olmaq, eyni zamanda rəqəmsal alətlərin həm işimizdə, həm gündəlik həyatımızda əhəmiyyətini bilmək. Bu da oldu nə? Rəqəmsal kompetensiya. Növbəti kompetensiyamız, yəni 5-ci kompetensiyamız şəxsi, sosial və öyrənmək kompetensiyasıdır. Bunu mən sizə bir-bir izah eləyəcəm. Burada əslində şəxsi, sosial və öyrənmək deyəndə artıq burada bir neçə məsələ öz əksini tapır. Məsələn, şəxsi kompetensiya deyəndə nə başa düşürük? Özümüzü tanıyırıq, özümüzdən məlumatlıyıq, özümüz haqqında düşünürük, özümüzü belə deyək də, vaxtımızı səmərəli istifadə edə bilirik, öz sağlamlığımızın qaydına qala bilirik, gələcəyə yönəlik planlar qururuq, həm psixoloji, həm emosional durumumuzu tənzimləyə bilirik. Yəni, şəxsi kompetensiyamız var. Şəxs olaraq özümüzün qaydımıza qalırıq, qayğımıza qalırıq, eyni zamanda özümüz haqqında məlumatlıyıq, buna metakognitiv bacarıq da deyə bilərik, özümüz haqqında məlumatlıyıq, gələcəyə planlarımız var və s. Bu bizim şəxsi kompetensiyamızdır. Sosial kompetensiyamız isə sosial mühitdə davranışımızı əks etdirir. Məsələn, deyir ki, qrup işidir, şagirdlər, bir şagird digər şagirdlərin fikrini qəbul eləmir, ancaq öz fikrini dəstəkləyir və hər kəsin də onun fikrini qəbul etməsini israrla tələb eləyir. Bu şagirddə hansı kompetensiya zəifdir? Şəxsi, sosial və öyrənmək. Çünki sosiallığı nəzərə ala bilmir. Sosial mühitdə qarşılıqlı dinləmə, qarşılıqlı qərar qəbul etmə, bir yerdə bir problem həll etmə bacarığı bu uşaqda yoxdur. Deməli, bu uşaq nədir? Davranışı ilə sosial kompetensiyasının zəif olduğunu göstərir. Və yaxud da ki, nə bilim, harasa gedirik, ictimai bir nəqliyyatdan istifadə edirik. Şagirdlər orada ictimaiyyətdə belə deyək, düzgün özlərini davranmırlar, həddən artıq səs-küy salırlar, nə bilim, belə deyək, yəni bir qoca qadın minir, ona yer vermirlər avtobusda. Deməli, burada söhbət nədən gedir? Bu uşağın sosial kompetensiyası zəif inkişaf edir. Öyrənmək isə mən deyərdim ki, müasir dövrdə ən çox lazım olan və başa düşməli olduğumuz bir kompetensiyadır. İstənilən insan yeniliklərə açıq olmalıdır və öyrənməyin yollarını bilməlidir. Hər kəs özü öyrənməyin yolunu bilməlidir. Burada öyrətmək, öyrənmək demir ha.
öyrənməyi öyrənmək. Yəni özümüz bizə lazım olan elmi, bizə lazım olan ixtisasımızla bağlı yenilikləri, məsələn, kurikulumun özünü, müasir innovativ texnologiyaları nə etməliyik? Öyrənməliyik və öyrənməyin yollarını bilməliyik ki, biz necə öyrənməliyik? Yəni öyrənməyə açıq olmalıyıq. Bu da nədir? Öyrənməyi öyrənməkdir. Görürsünüz burada əsas biliklərdə nə yazıb? İnsanlarla uğurlu ünsiyyət qurmaq. Bəli, burada mütləq insanlarla uğurlu ünsiyyət və davranış qaydalarına riayət eləmək, öz davranışımızı başqalarının davranışına uyğun qurmaq. Yəni, mən ictimaiyyət içindəyəmsə, davranışıma nəzarət eləməyi bacarmalıyam. Nəyi necə davransam, kimə nə cür təsir elədiyini nə etməliyəm? Düşünməliyəm. Bu da olacaq şəxsi sosial və öyrənməyi öyrənmək kompetensiyası. Burada sağlam həyat tərzi bunu dedik. Yəni şagird özünü ruh olaraq, fizioloji olaraq sağlam saxlamalıdır, insan özünü ümumiyyətlə və öz öyrənməyinin yollarını bilir. Necə öyrənə bilər, hansı cür öyrənə bilər və s. Növbəti kompetensiyamız gəlir nə? Fəal vətəndaş mövqeyi. Adından da bəllidir. Fəal vətəndaş necə olar? Hə, necə olar fəal vətəndaş? Necə olmalıdır ümumiyyətlə? Aha, fəal vətəndaş mövqeyi kompetensiyası. Fəal vətəndaş, yəni dövləti, öz dövləti haqqında məlumatlı olmaq, vətəndaş olaraq dövlət qarşısında məsuliyyətini hiss eləmək, düzdürmü? Bir vətəndaş olaraq dövlət qarşısında məsuliyyətini hiss eləmək, aktiv, yəni fəal vətəndaş olmaq, eyni zamanda dövlətin, ölkənin ictimai həyatında, dövlətin sosial, iqtisadi, siyasi deməli, konsepsiyalarını və strukturlarını nəzərə alaraq tam mənasıyla iştirak etmək bacarığıdır. Yəni, seçkilərdə iştirak edirik, dövlətdə hər hansı bir tədbir var. Məsələn, ümumiyyətlə, hər il bilirsiniz ki, müxtəlif bizdə illər qəbul olunur da. Yaşıllaşdırma ili idi keçən il. Məsələn, yaşıllaşdırma ilə bağlı layihələr var idi. Bu layihələrdə iştirak edənlər kimlər idi? Fəal vətəndaşlar idi, aktiv vətəndaşlar idi. Eyni zamanda seçkilərdə iştirak eləmək, bu da fəal vətəndaşdır. Eyni zamanda fəal vətəndaş hər gün oturub xəbərlərə baxan insan da fəal vətəndaşdır. Niyə? Çünki o insan informasiya almaq istəyir. Vətəni ilə bağlı, vətənin digər dövlətlərlə münasibəti ilə bağlı, vətən onun üçün maraqlıdır, cəmiyyətin inkişafı üçün hər hansı bir addımlar etməyə çalışır və s. Bu adamda həm problem həll etmə bacarığı var, həm qərar qəbul etmə bacarığı var və s. İstər milli, istərsə də beynəlxalq müstəvidə bütün məsələlərə konstruktiv yanaşır və eyni zamanda görürsünüz kütləvi informasiya vasitələrindən istifadə eləyir, məlumatlar alır, hətta lazım gələrsə kütləvi informasiya vasitələrinə dövlətinin maraqlarının müdafiəsi ilə bağlı müəyyən paylaşımlar da edir. Bu nədir? Bu fəal vətəndaş deməli kompetensiyasıdır. Növbəti kompetensiyamız gələcək sahibkarlıq kompetensiyası, 7-ci kompetensiyadayıq artıq. Sahibkarlıq kompetensiyasının adını eşidəndə bəzən elə başa düşür ki, mütləq biz sahibkar olmalıyıq. Bizneslə məşğul olmalıyıq. Bir yer götürməliyik, orada biznes qurmalıyıq. Xeyr, sahibkarlıq kompetensiyası bu deyil. Axı biz deyirik 21-ci əsr insanın hər birində bu olmalıdır. Əgər 21-ci əsr insanın hər birində olmalıdır ki, bəyəm hamımız biz bizneslə mi məşğul olmalıyıq, hamımız nəyəsə sahib mi olmalıyıq? Xeyr, sahibkarlıq tamam başqa bir düşüncədir. Baxın, imkanları, ideyaları başqalarının dəyərlərinə transformasiya etmək bacarığıdır. Yaradıcılığa, tənqidi təfəkkürə, problem həll etməyə, təşəbbüskarlığa, israrlılığa, planlaşdırmaya söykənən layihələrin idarə edilməsi bacarığını formalaşdırır. Baxın, burada məsəl üçün, mən sahibkar deyiləm. Amma ola bilər ki, mənim elə bir bacarığım var ki, mən hansısa bir məhsulun emal olunması, satışı ilə bağlı gözəl bir iqtisadi layihə hazırlaya bilirəm. Bu, mənim sahibkarlıq kompetensiyamdır. Nə olsun ki, mən sahibkar deyiləm. Bu layihəni hazırlayıram və bununla məşğul ola biləcək birlə transformasiya edə bilərəm. Müəyyən təkliflər irəli sürürəm. Hər hansı bir çətinlik var, problem var. Mən onu həll etmə yolunu, təklifini irəli sürürəm. Bu da mənim sahibkarlıq, təşəbbüskaram axı mən burada. Nəyəsə təşəbbüskarlıq edirəm. Bu da sahibkarlıq kompetensiyasıdır. Sahibkarlıq kompetensiyası eyni zamanda problem həll etməyə israrlı olmaq, təşəbbüskar olmaq, hər hansı bir layihəni idarə edə bilmək bacarığı da sahibkarlıqdır. Məsəl üçün, bir layihə var, bu layihədə bir layihə rəhbəri seçilmişik.
Bu layihə rəhbəri nə etməlidir? Bu layihəni idarə etməyi bacarmalıdır. Bilirsiniz ki, layihə biraz geniş məsələdir. Geniş məsələdir. Layihəni harda keçirmək lazımdır, layihəyə kimləri cəlb eləmək lazımdır, vəzifə bölgüsü və s. Bütün bunlar nədir? Sahibkarlıq kompetensiyasıdır. Deməli, bunun üçün bizə lazım olan əsas bacarıqlar nədir? Strateji düşünmək, problem həll etmək, innovativ yanaşmaq, hər bir şeyə komanda ilə işləmək bacarığı. Eyni zamanda burada maliyyə savadlılığı da var. Çünki riskləri belə deyək, nəzərə alaraq hər hansı bir plan idarə edirik, bir layihəni idarə edirik və s. Ən sonuncu kompetensiyamız isə mədəni məlumatlılıq və özünü ifadə etmə kompetensiyasıdır. Burada söhbət nədən gedir? Hər kəs öz dövləti və başqa dövlət, başqa millətlə bağlı mədəni məlumatlı olmalıdır. Yəni, öz dövlətimizin mədəniyyətini də tanımalıyıq, eyni zamanda başqa dövlətlərin mədəniyyətini də tanımalıyıq və məlumatlı olmalıyıq. Və hörmətlə yanaşmalıyıq, tolerantlıq göstərməliyik bütün mədəniyyətlərə, bütün dinlərə, bütün dillərə, bütün tarixlərə, adət-ənənələrə. Və eyni zamanda bu cür insanlar, yəni mədəni məlumatlı olan insanlar həm də bu mədəni məlumatlılığı ifadə etmə bacarığı olmalıdır. Müxtəlif incəsənət yolu ilə, məsələn, rəqs, hər hansı bir milli musiqi alətimizə ifa etmək bacarığı. Yəni, bunu başa düşür və qəbul edir ki, mədəniyyətlər müxtəlif incəsənətlərlə ötürülə bilər. Yəni, bunu normal qəbul edir. Bilir ki, mədəniyyətlər nə edir? İncəsənət kontekstində başqa ölkələrə, başqa insanlara ötürülür və ifadə olunur. Bu şəkildə bizim mədəniyyətimiz ifadə olunur. Məsələn, muğam, bizim muğam ifamız bir çox dövlətlərdə məşhurdur və Azərbaycançılığı təmsil edir. Bu nədir? Bu bizim milli mədəniyyətimizdir və biz bunu incəsənət yolu ilə nə edirik? Təqdim edirik. Sonra, burada eyni zamanda nə var idi? Bayaq nə dedik? Eyni zamanda başqa mədəniyyətləri etmək, tanımaq, onlara hörmət nümayiş etdirmək. Baxın, yerli, milli və beynəlxalq mədəniyyətlərinin xüsusiyyətləri haqqında və bu xüsusiyyətlərin bir-birinə təsir edə biləcəkləri haqqında məlumatlı olmaq. Digər xalqların mədəniyyətinə hörmət, tolerantlıq nümayiş etdirmək, eyni zamanda açıq olmaq bütün mədəniyyətlərə, hətta fərqli mədəniyyətlərdə iştirak edə bilmək, iştirak etmək istəmək. Bunlar da nədir? Mədəni məlumatlılıq və özünü ifadə etmək kompetensiyasıdır. Dərsimiz bu qədər. Bəli, bu mövzu səriştələr mövzusu ilə çox oxşuyur. Amma yenə deyirəm, kompetensiya səriştəyə baxanda bir qədər daha geniş anlayışdır. Belə deyək, kompetensiya deyəndə görürsünüzmü, bir kompetensiyanın içərisində bir neçə xüsusiyyətlər neyniyir, toplanmışdır, bir neçə məsələlər öz əksini tapmışdır. Və mən düşünürəm ki, doğrudan da bu kompetensiyalar hər bir 21-ci əsr insanına lazımdır. Yəni, müasir dövr nə dövrüdür? Bilik, savad, elm dövrüdür və hər kəsin bu kompetensiyası olmalıdır. Bəs biz niyə bunu öyrənirik? Biz artıq belə deyək də, müdrikləşmiş deməyək, olgunlaşmış insanlarıq, artıq öz işimiz var, hər öz işinə məşğuldur. Biz bu kompetensiyaları şagirdlərdə formalaşdırmalıyıq. Bəli, biz şagirdlərdə savadlılıq kompetensiyası, çox bilmək kompetensiyası həm formalaşdırmalıyıq, həm də maarifləndirici istiqamətlər verməliyik ki, şagirdlər bu kompetensiyalara yiyələnsinlər. Bugünlük bu qədər. Çox sağ olun dinlədiyiniz üçün. Çox xahiş edirəm, videoya baxırsınızsa, videonu mütləq bəyənin və rəy bölməsində isə fikirlərinizi bildirin. Qaranlıq qalan məqamlara çalışdığım qədər aydınlıq gətirərəm. Bacardığım qədər daha doğrusu. Hələlik.